Günümüzdə bir çox insanın qazancı, o cümlədən mən özüm də bunu daxil edə bilərəm, sosial media hesablarının idarə olunmasından, sosial mediada etdiyi satışlardan, xidmətlərdən və s. keçir. Yəni, bu etməsi sir deyil ki, indi bu dəqiqə bütün ticarət sahibləri, bütün mağaza işlədənlər, sexlər işlədənlər, dükanlar işlədənlər və s. Yəni, hər hansısa bir şeyin satışı ilə məşğul olanlar, hətta belə deyərdim, repetitorlar belə, yəni də ümumiyyətlə ağlınıza gələn nə qədər ki sahə var, bunların 90%-i sosial media vasitəsilə öz işlərini reklam edirlər və pul qazanırlar. Həmçinin məşğul olmaq istəyənlər, işin təmiz sosial mediada nasıl olanlar, youtuberlərdir, tiktokerlərdir, vlog çəkənlərdir, yəni vloggerlardır. Bütün bu adamlar sosial media hesablarından asılıdırlar. Və təsəvvür edin ki, sizin də doğrudan da işinizi sosial mediada qurmusunuz və bir anın birində gecə yatırsınız, səhər belə bir görüntü ilə qarşılaşırsınız ki, hesabınız bağlanıb və nə edəcəyinizi bilmirsiniz. Təbii ki, bu sizin üçün çətindir. Yəni, mən sizin keçirdiyiniz hissləri başa düşürəm, panikə düşürsünüz ki, da hər şey bağlandı, bitdi. Adamlar, məsələn, 5 illik əziyyəti var bir profilin üstündə və bu hədər olur. Təbii ki, sıfırdan başlamaq da hər zaman çətindir. Bu zaman sizə mütəxəssis köməyi lazımdır ki, mən öz köməyimi, öz dəstəyimi sizə təklif edə bilərəm. Hansı ki, əgər sosial media hesabınız bağlanıbsa, əgər sosial media hesabınıza bağlanmaq barəsində, yəni hesab xəbərdarlığı uyarısı gəlibsə və s. bu kimi hallarda mənə müraciət edə bilərsiniz ki, tam profesional şəkildə sizə dəstək göstərir, sizin problemlərinizi həll etmək üçün bir yerdə çalışır. Təbii ki, ödənişsiz olmayacaq, ödənişli olacaq, amma yenə də profesional şəkildə sizə dəstək göstərməyə hazıram.